Salam hörmətli izləyicilər. İnşallah ki, bugün aminlərdə 123-də qalmışdıq, onun davamındadır inşallah. Bizə deyir, maddə alkilamindir, molekulunda hidrogen atomları sayı 9-dur, molekulundakı atomların ümumi sayını hesablayın. Alkilaminlərin ümumi formulu CnH2n plus 1 NH2 kimi qəbul etsək, fərq eləmir. Yəni ki, buradakı hidrogeni silib 2 dənəni burada əlavə edə bilərik. Yəni ki, bu şəkildə olacaq. Nəticədə hidrogen atomlarının sayı 2n plus 3. 2n plus 3 bizə deyir ki, 9-dur. Onda n bərabərdir. Buradan 3 çıxır. Yəni, formulumuz C3H9n çıxır. Molekulda atomların ümumi sayını istəyir. 3/9 azotda 1-dir. Belədir 13. 124-cü suala baxırıq. Metilamin və etandan ibarət 22,4 litr qaz qarışımı xlorid turşusu olan qabdan keçirdikdə qabın kütləsi 7,75 qram artır. Əlbəttə ki, burada reaksiya daxil olan metilamindir. Yəni ki, CH3NH2-dir ki, o xlorid turşusu ilə reaksiya daxil olur. Hidrogen xloriddə qaz olduğundan reaksiyanın, daha doğrusu metilamin də qaz olduğundan kütləni öz kütləsi qədər artıracaq. Yəni, burada da görürük ki, kütlə 7,75 qram artıb. Bu deməkdir ki, 7,75 qram metilamin var imiş qabda. İlkin qaz qarışığının metilaminin mol payını hesablayın deyir. 22,4 litr ümumi qaz qarışığıdırsa, yəni metilamin etandırsa, bu 1 mol deməkdir. Yəni, qaz qarışığımızda 1 mol maddə var imiş. İndi bu 7,75-i də 31-ə böldüyümüz zaman demək, tapacaq 0,25 mol. Bizim demək 0,25 mol metilaminimiz var imiş. Burada bu mol payını tapmaq istədikdə, yəni 0,25 bölünsün, 1 mol vurulsun, 100%, bu da bizə 25% verəcəkdir. 125-ci sual. Yenə metilamin və etandan ibarət 44,8 litr qaz qarışığı, bu dəfə 44,8, yəni ki, 2 mol qaz qarışığımız varımızdır. Metilamindən və etandan ibarətdir və xlorid turşusundan keçirəndə yenə kütləni metilamin artırır. Və bu da ki, deyir 15,5 qramdır bu dəfə. 15,5 qramı da 31-ə böləndə metanın molunu tapırıq. Bu da bizə 0,5 mol verir. Mol payını da tapanda yenə 0,5-i mol payı alfana işarə elədik. 0,5 bölünsün, 2 mol vurulsun, 100%. Bu da bizə verəcək yenə 25%. Nitrometan və metilamin hər ikisinin M-dir, X-dir, bir də Y-dir. Nitrometan CH3NO2-dir. Metilamin CH3NH2-dir. Yəni, bu hissələr zaten hər ikisində eynidir. Fərqli olan NO2 ilə H2-dir, O2, daha doğrusu O2 ilə H2-dir. Buradan da 16-dan 2 çıxaram, dərhal 14 taparam, daha rahat yolu. Çünki bunlar elə eynidirlər deyə sildi. Oksigenlə hidrogen fərqli olduğuna görə kütlələrdə. O da ki, O2-dən, yəni 32-dən daha doğrusu 2 çıxaram, 30 qalar. 127. Doymuş alfatik monoamin kütlə nisbəti karbonun hidrogenə 4-dür. Nisbi molekul kütləsi X-dir, X-i deyir, hesablayın. Doymuş alfatik monoamin ümumi formulu CnH2n plus 3n kimi qəbul eləsək, burada karbonun kütləsi 12n-dir. Hidrogenin kütləsi də ki 2n plus 3-dür. 2n plus 3-dür. Bu da bizə deyir ki 4-ə bərabərdir. Bu da 12n bərabərdir 8n plus 12, n də bərabərdir 3 çıxır. Formulumuz C3H9 n edəcək.
Buradakı 36, yəni karbon 12, azot 12, hidrogen 1, azotda 14. 36 üstəgəl 9 üstəgəl 14, 59 elədi əmər. Yəni nisbi molekul kütləmiz 59. Doymuş alifatik monoamindir. Molekulunda proton sayı 26-dır. Kütləsi 90-dır. Yanmasında alınan qaz qarışığının həcmini hesablayın. Əvvəlcə biz doymuş alifatik monoaminin kim olduğunu tapaq. Yəni ki, tərkibində neçədən karbon var. Ümumi formulumuz yenə CnH2 n plus 3 n'dir. Proton saylarına baxsaq, proton sayı demək karbonda 6 dənə verib orada. Hidrogende 1 dənədir. Proton sayı azotda da 7-dir. Bu da 6n üstə gəlinsin 2n plus 3 plus 7 bərabərdir 26 yazıb. Molekulundakı proton sayı 8, o da 18. 8n üstə gəlinsin 10 bərabərdir 26-ya, n bərabərdir 2 çıxdı. Demək doymuş amin C2 H5 NH2 imiş ki, deyir bunun 90 qramının yanmasından alınan qaz qarışığının həcmini. Burada qaz qarışığı yandırdığımız zaman elə qısacası deyim, karbon qazı və azotu soruşur. Burada azota diqqət eləsək 2-dirsə, da buraya misala 2 atsaq, buradakı azotlar çünki 1-dir. Karbon sayı da 4 olacaq, qaz qarışıqlarının miqdarını tapdıq. Yəni 2 mol yananda 5 mol qaz qarışığı alınır. Bu belə. Sonra bizdən nə istəyir? 90 qramı yandıqda. 90 qramı yandıqda da ki, C2H5 hesablayaq da bunu emirin. C2H5 demək 12, 24, üstə gəlinsin 7, üstə gəlinsin 14. Demək 38, o da 7, 45 elədi. Yəni 45, burada 2 vurulsun 45-dir elə. 2 vurulsun 45-də ki, görürük 5 moldur. Zaten elə bizdən yəni 90 qramı soruşub. Nə qədərdir? V litr. 5 mol vurulsun 22,4 kimi buna baxsam. Buraya yəni 5 kimi baxdıq. V-nin də qiyməti 112 çıxacaq. Doymuş birli amin molekulunda proton və neytron fərqi 9-dur deyir bu dəfə. Neytron fərqi 9-dursa, diqqət eləyək CnH2 plus 3n. Burada proton sayıları yuxarıda yazaram. 6, 1 və 7. Burada yenə 6, 0, yenə 7. Fərqli olan nədir? Hidrogen. Demək, hər bir hidrogen zaten bir vahid fərqlənirdi deyə, elə onda 2n plus 3-ümüz fərqlənəcək. Bu da 9-a bərabər olacaq. Onun üçün da, yəni bunlar zaten 6n yuxarı eləyəcək. Buraya 2n plus 3 eləyəcək. Buraya yenə 7n eləyəcək. Buraya yenə 6n eləyəcək. Buraya 7n eləyəcək. Fərq budur. 2n plus 3-ümüz 9-dur. Onda n-imiz 3-ə bərabərdir. Metil radikalların maksimum birli amindirsə, 3 dənədirsə, birli amindirsə, biz elə eləməliyik ki, bir tərəfdən NH2 qrupu yaratsın belə. Metilamin, daha doğrusu, demək, izopropilamin alındı. Burada da ki, maksimum sayı 2 çıxır. Yəni, bu qaydaya əsasən. Ona görə şaxa verdik ki, maksimum sayını tapaq. 130. Doymuş birli amin molekulunda proton neytron fərqi bayaqlar hesabladıq və dedik ki, zaten bu proton neytron fərqi bizə hidrogenlərin sayını verir. Çünki hamısına diqqət eləsək, neytron, burada hidrogenin neytronu 0 çıxır da. Hidrogenin neytronu 0 çıxır. Çünki bundan çıxsam 0 qalacaq. Onun üçün da proton neytron fərqi hidrogenin sayını verdiyinə görə
2n plus 3'ümüz 11'e bu dəfə bərabərdir. N'imiz 4'e bərabərdir. Yəni CnH2n plus 3n düsturuna əsasən. Burada da ki n'in qiyməti 4 çıxır. Doymuş birli amindir. Molekulunda metil radikalların yenə maksimum sayını istəyir. Burada da ki üçlü butil yaradaram. 3 dənə radikalımız, metil radikalımız olacaq. Doymuş monoamin birli, ikili, üçlü. Birli nədir? Yəni bir tərəfdən amin qrup radikala birləşsin. Burada di varsa dimetil, etilamin, avtomatik olaraq dimetil, bir dənə də etil. Bu üçlüdür. Yəni ki 1, 2, 3. A gedir 3'ə. Çünki üçlüdür. 2 amin 2 metil butan yazsaq, burada da görürük ki elə demək butan yəni ki birli olacaq. Yəni amin qrup 2 metil CH3. Burada da amin qrup var. Yəni NH2. Bu da birlidir. Çünki NH2'yə iki tərəfdən fərqli radikal birləşməli idi. Bu birlidir. Yəni bu artıq birli yaratdı. 2 gedir, B gedir 2'yə. Dimetilamin. Dimetilamin də ki, yəni iki tərəfdən o deməkdir ki, NH3 qrup, NH qrupuna CH3 birləşir. Dimetilamindir. Bu da ikili olduğuna görə gedir C-yə. 2 amin propan. Bu həmçinin burada diqqət eləsək, yəni propanın ikinci karbonuna amin birləşib. Yəni bu bir tərəfdən birləşibdir. Onun üçün də elə D birliyə gedir. Metil dietilamin. Burada da metil dietil. 3 dənə müxtəlif radikal var ki, amin qrupuna birləşib. Elə bil ki, bunun biri C2H5'dir. Buradan H-isi isə bir dənə də metil dietilamin. C2H5. Yəni bu artıq gördük ki, hidrogenlər sindi üçlü oldu. Yəni ki, Y də getdi. Oldu 1B-də 2C3A Y. %132. Eyni sualda dietilamin. Buradan elə etil 2 dənədir. Dietilamin. Buradakı 1, 2, 3 kimi fikirləşsək, dietilamin ikili olacaq deyə A-ya gedir. 2 amin, 2 metil propan. Bəziləri bunu qeyd etdi. İkinci karbon atomuna amin qrup birləşib 2 metil propanın. Və bu da ki birli olacaq. B getdi 2'yə. Dimetil propil amin. Artıq burada dimetil, bir dənə də başqa radikal propil. Neçə dənə radikal oldu? 3 dənə. Nəyə birləşib? Amin qrupa birləşib. Yəni 3 müxtəlif radikal amin qrupa birləşib. Bunun formulu yazmaya ehtiyac yox. Yəni 3C eləyəcək. 2 amin butan. Bu 2 amin butan, 2 burada aminin birləşdiyi karbon atomun nömrəsidir. Butan da ki bir dənə radikaldır da. Demək bu avtomatik olaraq birli olacaq. Birli də ki D gedir 2'yə. Trimetil. Aha, 3 dənə metil qrupu bir dənə aminə birləşib ayrı-ayrı tərəflərdən. Ona görə buna trimetil deyirik. Onun üçün də bu üçlü olur. 1A2B'də 3CY variantına uyğun gələr. Aminlər və bunlara uyğun gələn birli aminlərin sayı. Formullara uyğun gələn birli aminlərin sayı. C2H5'ə nə ediriksə eləyək? Bir tərəfdən, yəni CH3, CH2, NH2. Bu zaten bir dənə əmələ gətirir. Yəni ki, buna 1 uyğun gələcək bu. C3H7. C3H7'nin 2 müxtəlif radikalı var. Yəni ki, izopropillə bu bir dənə birli, bir dənə də ki normal propil radikalı 2 dənə uyğun gəldi. B də getdi. Burası C4H9'un da 4 dənə vardı.
Üçüncüsü, yəni normal butil radikalı belə. Sonra bir dənə var ikili butil radikalı. Sonra bir dənəsi də var üçlü butil. Bura CH3, bura CH3. Yəni buradan şaxə versən bu üçlü butil. Bir dənəsini də burada yazaq. İzo butil. Gördüyümüz kimi 4 dənə oldu. 4 dənə də ki buna uyğun gələcək Y. Ki 4 birli vəziyyət yarada bildik. Y deyirəm, 33-ə baxırdıq da. Hər bir halda C4H9-a uyğun gəldi. Birli amillərin sayı 4 dənə D. 2-yə uyğun gəldi 2 dənə B, elə o da bir A, B, D variantlara uyğun gəldi. CH3NH2 formula uyğun gələn ikili aminlərin sayı. CH3 zaten bir dənə karbonu var. Bunun heç ikili amini olmayacaq. Ancaq birli əmələ gətirəcək. Odur ki 0. Yəni A uyğun gələr. 2-yə ikili amin metil etil amin yarada bilirəm. Başqa bir şey yarada bilmədiyimizə görə elə bir dənə uyğun gələcək buna. B getdi. C4H9-da artıq müxtəlif versiyalar var. Məsəl üçün deyək ki 3-cüdə bu. CH3 NH C3 H7. Elə bunun özünün iki forması var. İzopropil, propil. Yəni bundan 2 dənə mövcud olacaq. Bu propil və izopropil forması. Ondan sonra yaza bilərəm bir dənə də C2H5 NH C2H5. Bu bir dənə olacaq çünki dietil amindir. İndi bəzən uşaqları çaşdıran nə olur? CH burası C3H7 yazdıq belə. Deməli bu tərəfə də yazsaz necə olacaq? Bu yuxarıdakı ilə eynidir. Yəni bunu yazmağın mənası yoxdur. Onun üçün də burada 3 dənə oldu. Bu da D uyğun gələcək. Belə, hörmətli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. İnşallah qısa zamanda digər videolarımızı da amin turşular və zülallar bölməsində yavaş-yavaş hissə paylaşacağıq. Özdən müğayət olun. Allah'a əmanət olun inşallah.